Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyinin və Türkiyənin Ticarət Nazirliyinin birgə dəstəyi, Azərbaycanın İxracın və İnvestisiyalarının Təşviqi Agentliyinin və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilib. Gençağaz xəbər verir ki, forumda hər iki ölkədən yüksək vəzifəli rəsmi şəxslər, dövlət qurumları, iş adamları, sahibkar birlikləri və palataları təmsil edən 500-dən çox nümayəndə iştirak edib. Forumda çıxış edən Azərbaycanın baş naziri Əli Əsədov Türkiyənin Azərbaycanın vacib ticarət tərəfdaşı olduğunu bildirib. Onun sözlərinə görə Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanır. Baş nazir qeyd edib ki, bugünədək Azərbaycan-Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə qoyub. Daha sonra çıxış edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan və Ermənistan arasında gələcəkdə sülhün əldə olunmasının vacibliyinə toxunub. O qeyd edib ki, sülh həm Cənubi Qafqaz üçün geniş miqyaslı sabitlik və rifah mühiti yaradacaq, həm də Orta Asiya, Türk dövlətləri, Türkiyə və Avropa arasında inteqrasiya və əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Eyni zamanda Orta Dəhlizin rəqabət qabiliyyətini daha yüksək səviyyəyə daşıyacaq. Azərbaycan İqtisadiyyat Nazirinin müavini Səməd Bəşərli çıxışında iki ölkə arasında strateji tərəfdaşlığa toxunub. Onun sözlərinə görə Türkiyə şirkətləri Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesində ən fəal tərəfdaşlar sırasında yer alır. Onun sözlərinə görə Türkiyə şirkətləri Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesində ən fəal tərəfdaşlar sırasında yer alır. Türkiyənin Ticarət Naziri Ömər Polad isə deyib ki, bugün Türkiyə-Azərbaycan münasibətləri tarixinin ən yüksək mərhələsini yaşayır. O, 2016-cı ildən etibarən Türkiyə-Azərbaycan ticarət dövriyyəsinin 2,4 milyard ABŞ dollarından 8 milyard ABŞ dollarına yüksəldiyini diqqətə çatdırıb. Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyn Böyükfurad çıxışında Türk dünyasının iqtisadi inteqrasiya mərhələsinə daxil olduğunu deyib. Onun sözlərinə görə bugün Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat şəbəkələrinin birləşdirilməsi, investisiya mühitinin gücləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm addımlar atılır. Forum çərçivəsində rəsmi sənədlərin imzalanma mərasimi də baş tutub. Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin Gamma Enerji şirkəti arasında, eləcə də Böyük Fırat MMC ilə Les Benjamins Tekstil Ticarət Anonim şirkəti arasında sərjist imzalanıb. Forum panel müzakirələri ilə davam edir.